Amma obrazınız, stiliniz klassik sovetski kişi stereotipindən biraz uzaqdır. Siz Sovetski kişisini necə təsəvvür edirsiniz ki? Ağır, cayıl. Niyə məni qara şalvarla ağ köynəyə soxmaq istəyirsən ki? Yəni bu mənə maraqlı deyil, bu məni xoşbəxt etmir. Və qıraqdakı heç kimin, ümumiyyətlə heç kimin fikri mənim fikrimdən önəmli deyil. Sizi geniş auditoriyaya tanıdan ilk layihə hansı olub? Mən elə də düşünmürəm ki, mənim bir geniş auditoriyam var. Yəni mən filmlərimin demək olar ki 90%-nə baxmamışam. Xaricdə olan film atmosferi ilə Azərbaycanda olan setlərin arasında nə kimi fərq var? Azərbaycan çəkiliş meydançasında eşitdiyimiz sual, ət dönəri yeyəcəksən yoxsa toyuq dönəri? Burada mən Rider sözünü kiməsə hansısa prodüsera desəm, Bakılıların bir sözü var, oydu oyduya qoyarlar. Ki, Rider yox idi. Hə, məsələn, mən sevə-sevə Riderin yaratıcısı ilə şəkil çəkdirərdim. Yaratdığı ilə deyil. Mən bizdəki filmlərdən imtina edirəm. Çünki filmin rejissoru öz filmini gecə saat 4-də düşünmürsə, mən niyə onun filmini düşünməliyəm ki? Bəzi intervyularınızda homoseksuallıq barəsində sərt fikirlər bildirmisiniz. Buna mənim övladlarım baxıb nə deyər? Çox önəmli bir sualdır. İlk olaraq insan özünə versə yaxşı olar. Xalq artisti və əməkdar artist barəsində demişdiniz ki, ölkənin kəbinli arvadı olmaq istəmirəm. Qoy xaricdəki filmlərin, xaricdəki setlərin kəbinli arvadı olum, heç nə olmasın. Qadınlar sevir bizlər fikir versinlər. Kişilərdə azdır. Qadınlar sevir, qadınların da zövqü yoxdur. Hamınız rədd edirsiniz bu mükəmməl. 80%. Ümumiyyətlə, mən düşünmürəm ki, biz o qədər zövqlü millətik. Bir yandan, məsələn, heyfsləndim ki, gedmədim sonuncu Fashion Week-ə. Amma orada olan obrazları görəndən sonra, görən qonaqları sevindim ki, gəlməmişəm. Obraz, xarakter meymunluq eləmək deyil. Sevimli izləyicilər, Modkastın növbəti buraxılışından sizi salamlayıram. Və bugünün qonağı məşhur aktyor və aparıcı Kamran Ağabalayevdir. Xoş gəlmisiniz. Salam Nigar xanım. Bizim təklifimizi qəbul elədiyiniz üçün çox təşəkkür edirik. Sizi Xoş burada gəldiniz. görməyə çox şadıq. Xoş Özünüzü gəldiniz. necə hiss edirsiniz? Çox əla, çox yaxşı. Çox enerjili, çox səbirli. Yaxşıyam. Sizi aktyor və aparıcı kimi təqdim etdim, amma bir Mən çox aktyoram. sahələrdə varsınız. Özünüzü necə təqdim Aktyor, edərsiniz? yalnız aktyor. Aktyor kimi. Yalnız aktyor Kamran Ağabalayev. Əsas suallara başlaya bilərik. Başlamamışıq. Hazırsınız? Hələ başlamamışıq. Hələ yox. Getdik. Bildiyimiz qədər siz Sovetskidə böyümüsünüz. Amma obrazınız, stiliniz klassik sovetski kişi stereotipindən biraz uzaqdır. Siz Sovetski kişisini necə təsəvvür edirsiniz ki? Ağır, cayıl, klassik bir geyimdə, ola bilər az bir miqdarda aksesuarlar geyinən bir. Məncə o ümumiyyətlə həmin illərdə o qədər də aksesuar istifadə olunmurdu. Və mütləq şəkildə ki, aksesuarlar sadəcə aksesuar xətrinə taxılmamalıdır. Hər bir aksesuarın bir tarixi olmalıdır. Hansısa bir anı yada salmalıdır. Hal-hazırda mənim üstümdə gəzdirdiyim yəqin ki, bir 10 an var. Hansı ki, o anların hər zaman üstümdə olmağını istəyirəm. Bunu sırf onunla bağlayıram. Stilə gəlincə, yəqin ki, bunu Sovetskidə normal qəbul edirdilər. Ümumiyyətlə, Sovetski məhəlləsinin ən böyük özəlliklərindən biri, çox təəssüflər olsun ki, bu günləri cəmiyyətimizdə o yoxdur. Biz insanı olduğu insan kimi qəbul eləmişik, heç vaxt giyiminə fikir verməmişik. İlk olaraq insan kimi, ondan sonra stildə bir danışmaq olar, amma bu artıq ikinci dərəcəli mövzulardır. Qarşımdakı insandırmı, yoxsa yox? Əsas mövzu budur. Sovetski də belə idi, indi yalan deyərəm. Yəni normal qarşılanıb həmişə sizin bu individuallığınız. Niyə də yox, mən pis insan olmamışam. Yəni mən indi özünə kimi Sovetski ilə çıxmışamsa, çünki artıq Sovetski yoxdur demək olar ki, bunu bir çox yerlərdə qeyd eləmişəm, Sovetski məndən çıxmayıb, nə yaxşı ki, çıxmayıb. Məncə də. Məncə də, çünki xasiyyətinizdə hiss olunur bu. Mən oranın çörəyini yemişəm, oranın suyunu içmişəm, normaldır. Bəs bu obrazınız ümumiyyətlə necə yaranıbdı? Aksesuarlarınız bir tarix daşıyır. Bəs məsəl üçün eynəkləriniz, qeydiniz, teksturalar, printlər, çox gözəl qarışımlar edirsiniz. Bu necə gəlir sizə? Yəni bunun heç bir xüsusi Kung Fu Panda'da deyildiyi kimi heç bir gizli ingrediyenti yoxdur. Heç bir gizli ingrediyenti yoxdur. Sadəcə olaraq səhər açılır və həmən günə uyğun hansısa müəyyən bir fikirlər yaranır başımda. Düzdür, müəyyən bəzi məşhurların göstərdiyi fikirlər var ki, səsləndirdiyi fikirlər var ki, hə, filan kəsin
5 dənə ağ köynəyi var idi, 10 dənə qara şalvarı var idi. Səhər durub onu geyinib, yəni bunu disiplinə bağlayırlar, motivasiya bağlayırlar. Mən seçməklə xoşbəxt oluram. Mən səhər durub geyinmək 2 saat vaxt ayıra bilərəm və bu məni xoşbəxt edirsə, niyə seçməyim? Yəni siz Niyə dəbə seçməyim? bağlı bir Bu insansınız, yəni mən əhval-ruhiyyə bu cəhətdən. dəbi də qoyuram qırağa. Mən belə istəyirəm. Əgər mən onunla xoşbəxt oluramsa və ona görə də bu günləri bəzi dırnaqarası psixoloqlardan tutmuş bu life coachlara qədər səsləndirdiyi fikirlər o qədər absurd gəlir ki, niyə məni qara şalvarla ağ köynəyə soxmaq istəyirsən ki? Yəni bu mənə maraqlı deyil. Bu məni xoşbəxt etmir. Adi mən heç bir seçim edə bilməyim, amma o seçim prosesi var ki, hansı ki estetik olaraq müəyyən bir harmoniya yaratmağa çalışırsan, sən o müddətdə xoşbəxtsənsə, deməli xoşbəxtsən. Yəni bunun heç bir nə gizli bir sirri var, nə ingrediyenti var. Mən rahat şəkildə illərdir ki, barbar bağırılan rənglər var ki, bu rənglər bir-birinə uyğun gəlmir. Çox bomba da uyğun gəlir. Yəni ən azından bu qıraqdan zövqsüz görsənə bilər. Görsənsə mən bunu bəyənirəm. Və siz bunu Və daşıya mən bilirsinizsə. bunu daşıya bilirəm və qıraqdakı heç kimin, ümumiyyətlə heç kimin fikri mənim fikrimdən önəmli deyil. Təbii ki, bu mənim üçün keçərlidir. Eynən də mənim fikrim onlar üçün, yəni rahat şəkildə bir-birimizin mövcudluğu heç bir halda bizi narahat eləməməlidir. Mən belə düşünürəm. Və mənim geyimim də sizi narahat eləməməlidir. Bunun daşıyıcısı mənəm, mənə xoşdur. O anda seçərkən, rəngləri miks edərkən bu məni xoşbəxt edib, mən bununla xoşbəxtəm və heç kimə bunun dəxli olmamalıdır. Mən sizinlə tamamilə razıyam. Çünki bu sizin individuallığınızı bildirən bir aspektdir. Həmən gündən asılıdır Nigar xanım, həmən gündən asılıdır. Bu təbii ki, əgər çəkim günüdürsə və sadəcə olaraq mən setdə bütünlüklə əynimi dəyişəcəyəmsə, mən yəni əsasən bu çəkilişlərdə burada olmur, ölkə xaricində olur, həm mən rahat şəkildə xalatla gedirəm. Çünki niyə uzadım? Çünki orada gedib yenidən bütün bunlar qrim prosesi, geyim 4 saat, 5 saat çəkir. Hə, xalat, adi xalat da ola bilər. Əsas amma bütün seçimlərdə, hər bir seçimimdə bu ilk növbədə gələn rahatlıq olmalıdır. Anladım. Siz trendləri və böyük markaların apardığı marketinqa necə baxırsınız? Ümumiyyətlə izləmirəm. İzləmirsiniz. Ümumiyyətlə heç bir halda izləmirəm və bəzi axmaq strategiyalar var ki, ümumiyyətlə hətta qıcıqlandırır da. Yəni müəyyən markalar var ki, səni gözləməyə vadar eləyir. Hətta sən bilmirsən ki, onlar sənə müəyyən bir ürünü, müəyyən bir məhsulu satacaqlar yoxsa yox. Mən bir seçən tərəfəm, mən bir seçdiyimin maddi vəsaitini ödəyən tərəfəm, amma hələ də bilmirəm ki, bunu mənə verəcəklər yoxsa yox. Çox axmaq strategiyadır. Eşitdiyimiz bir vacib söz var ki, müştəri hər zaman haqlıdır. Müştəri hər zaman haqlıdırsa, mən məhsul sahibini gözləmək məcburiyyətində deyiləm və gözləmək də istəmirəm. Əfsuslar olsun ki, mənim də ətrafımda elə insanlar var ki, hansı ki, bununla adi bu, okey də adını çəkə biliriksə, bu Labutinlər, Birkinlər gözləməklə belə iftixar hissi duyurlar, fəxr edirlər ki, mən Birkini gözləyirəm. Deyirəm ki, sən Birkini gözləmirsən, sən hələ gözləyirsən ki, onlar səni seçəcəklər yoxsa yox. Sən təsəvvür et ki, sən heç bilmirsən bunu sənə verəcəklər yoxsa yox. Sən onlardan təsdiq olunmanı gözləyirsən ki, onlar səni təsdiq edəcəklər yoxsa yox. Mən isə heç kim tərəfindən təsdiq olunmağımı gözləmirəm. Mən maksimum gözləyə bilərəm ki, hansısa rolu məni təsdiq edəcəklər yoxsa yox. Roldan söhbət getmişkən, sizi geniş auditoriyaya tanıdan ilk layihə hansı olub? İnanırsınız, mən bu barədə cavab verməyə biraz çətinlik çəkirəm. Niyə? Niyəsini də deyim. Mən elə də düşünmürəm ki, mənim bir geniş auditoriyam var. Və bütün bunlar geniş auditoriya içində edilməyib, eynən seçdiyim geyimin rəngi kimi. Bu, yəni mən filmlərimin demək olar ki, 90%-nə baxmamışam. Mən filmlərimə baxmaq məni xoşbəxt eləmir. Amma o filmin yaranma hekayəsi, set hadisələri, setdə yaşadıqlarımız, müəyyən bir xarakterə, rolə hazırlaşmağa məni xoşbəxt edir. O məni xoşbəxt edir. Amma ki, hazır məhsul, bilirsiniz necə? Çünki hər dəfə mən orada nəsə tapacağam ki, bunu başqa cür edə bilərdim, bu biraz fərqli ola bilərdi. Çünki o filmdən sonra bir 3 dənə kitab oxumuşamsa, o kitabın məndə qoyduğu izlər var ki, o filmə başqa cür hazırlaşdıra bilərdi məni, baxdığım filmlər başqa cür hazırlaşdıra bilərdi. Nəsə bir şey tapacağam deyə mən öz filmlərimə baxmıram. Geniş auditoriya bilmirəm. Geniş auditoriya mənə elə gəlir ki, ümumiyyətlə filmdən sonra olmayıb. Bu daha çox şeirdən sonra olub. Gözlərindən öpərəm.
qismətin şeiridir. Mən paylaşmışdım hətta öz Instagram səhifəmdə. Ən çox ondan sonra olub, o mənim söylədiyim ilk şeirdir və həmişə də deyirəm ki, mən qiraətçi deyiləm. Ümumiyyətlə qiraəti peşə saymıram. Heç kimin xətrinə dəyməsin. Formada qalmağın bir yoludur. Aktyor necəsə formada qalmağı bacarmalıdır. Fiziki formada qalmaq üçün müəyyən yollarımız var. Bunu bilirik, idmandan keçir. Digər idman növlərindən keçir. Amma ki, səs və digər psixotexniki məsələlər üçün şeir, məsələn, çox yaxşı etüd xarakterini daşıyır və mən bundan istifadə eləməyi sevirəm. Düzdür, son zamanlar şikayət edirlər ki, şeir demirəm, vaxtım yoxdur. Bəs vaxtınızın qıtlığı nədən asılıdır? Vaxtımın qıtlığı layihələr, vaxtımın qıtlığı yollar. Çünki mənim çəkilişlərimin əsas hissəsi ölkə xaricində olur. Və məsələn, bu günləri adi hal-hazırda içəri girərkən biz lokasiyanı müəyyənləşdirirdik ki, mən oraya necə gedib çıxacağam. Təsəvvür edin ki, Bakı-Moskva, Moskvadan 28 saatlıq Krasnodara qatarla gedirəm. Qatardan düşdükdən sonra 6 saatda avtomobil yolum var. Çünki çəkilişlər Krımdadır və 2 gün yalnız yola hesablanır. 2 gün yalnız yola hesablanır və orada çəkildikdən sonra eyni qaydada sən geri qaydırsan. Buradakı layihələr, buradakı podkast qapqara mənim həyatımda çox önəmli bir layihədir və reklam öhdəçiliklərim müəyyən situasiyalarda marketinq strategiyalarının öyrədilməsi, məsləhət edilməsi, vaxtı səmərəli istifadə etməyə çalışıram ki, amma bir şərtlə ki, mütləq şəkildə bu hər gün baş verir. Mən özümə vaxt ayırmalıyam, nə olursa olsun. Bütün bunlar mənim üçündür, amma bütün bunlar məndən vacib deyil. Bunların arasında ən xoşbəxt olduğum məqam hansıdır? Təbii ki, kino seti. Xarici ölkələrdə hal-hazırda dediyiniz kimi setlərdə iştirak edirsiniz, filmlərdə çəkilirsiniz. Xaricdə olan film atmosferi ilə Azərbaycanda olan setlərin arasında nə kimi fərq var? Azərbaycan çəkiliş meydançasında eşitdiyimiz sual, bu nə qədər kobud səslənsə də gəlin bunu deyim. Ət dönəri yeyəcəksən, yoxsa toyuq dönəri? Çox təəssüflər olsun ki, bu belədir. Amma bilirsiniz ki, bu müqayisə olunmayacaq dərəcədə həddindən artıq böyük bir fərqdir. Yəni, adım mən sizə dediyim, saydığım bayaqları o lokasiyaya gedişinə belə mən inanmıram ki, bizdə o qədər pul xərcləyərdilər. Rahat şəkildə deyə bilərdilər ki, orada yaşayan aktyoru gətirə bilərik də. Və təsəvvür edin ki, mən sizə dediyim bu uçuş noyabr ayının 5-nə qədər təkrar alınacaq, ən azından ayda 5 dəfə. Və bunun yalnız maliyyəsini saysaq, uçuşların, nəqliyyat vasitələrinin həddindən artıq çox böyük bir rəqəm alınır. Burada mənim qanararım yoxdur. Burada mənim gündəlik alınacaq, biz filmdə sut içini deyirik, o pullar yoxdur. Burada mənim, təbii ki, əvvəlcədən rider gedir. Yəni, riderdə, ümumiyyətlə, mənim riderim o qədər də ciddi bir, insanları qorxudacaq rider deyil. Sirr olaraq maksimum orada nə deyə bilərəm? Gündəlik 300 qram zülal tələb eləyə bilərəm. 300 qram protein mütləq şəkildə olmalıdır. Və burada mən rider sözünü kiməsə hansısa prodüsera desəm, bunu Bakılıların bir söz var, oyda-oydaya qoyarlar. Ki, rider yox. Yəqin ki, gəlib çıxacaq oralara, haçansa. Yəqin ki, nə bilim, 100 ilə. Amma ki, elə bir fərq var ki, yəni bunu sözlə deyiləcək qədər fərqləndirmək olmur. Ona görə onlar kinolarından 30-40 milyon qazanırlar, biz isə kinodan heç nə qazanmırıq. Yox, insan faktoru deyilən bir şey var da, əgər filmdə sən insana önəm vermirsənsə, hamı Ari Aleksa ilə çəkmək istəyir, hamı Redlərlə çəkmək istəyir, amma heç kim başa düşmür ki, o Ari Aleksanın arxasında olan insan faktoru daha çox önəmlidir. Yəni, insan zaten dünyanın ən əşrəflisidir. Məsələn, mən heç vaxt başa düşə bilmirəm ki, kimsə gedir, məsələn, Corvette-lə şəkil çəkdirir. Məsələn, nə bilim, hansısa Ferrari ilə şəkil çəkdirir. O da insan düşünür, insanla şəkil çəkdirmək lazımdır. İnsan faktoru, onun İnsanla düşüncəsi şəkil çəkdirmək lazımdır. Məsələn, mən sevə-sevə Ferrari-nin yaradıcısı ilə şəkil çəkdirərdim. Yaratdığı ilə deyil. Allahın yaratdığı ilə şəkil çəkdirmək lazımdır. Allahın yaratdığının yaratdığı ilə yox. Yəni, o fikirləri irəli sürən insanlar İnsan hər bir halda, hər bir nə olursa olsun, dünyanın ən əşrəfli yaradılışı, ən önəmli yaradılış insandır. Və bu heç vaxt dəyişməyəcək. Kamran bəy, filmlərdə geyim və obraz
işi necə qurulur? Hər aktyorun öz stilisti olurmu? Yox, hər aktyorun öz stilisti olmur. Ümumiyyətlə filmdə çox nadir hallarda stilist olur. Əsasən filmin əsas sütunlarından biri geyim rəssamıdır. Və geyim rəssamı mütləq şəkildə dövrü, mütləq şəkildə aktyorun xarakterini, mütləq şəkildə aktyorun filmdə olan münasibətini bilməlidir ki, çünki bu bilavasitə filmin quruluşçu operatorı ilə sıx əlaqədə olur, çünki rəng söhbəti var. Çünki rəng söhbəti var, münasibətlərin rəngi var. Yəqin ki, təəccüblü gəlir insanlara ki, münasibətlərin rəngi, bəli, münasibətlərin rəngi filmdə öz əksini tapır. Sən öncədən, məsələn, mən indi bu saydığım bu iki yol var, yenə də qayıdıram ora. Bu ilk dəfə indi hal-hazırda mən geyim üçün ora gedirəm. Biz geyimi seçməyə başlayacağıq, çünki film 19-cu əsrin əvvəllərindən gedir və mən qaçağı oynadığım üçün həmən dövrün qaçaqlarının geyiminə uyğunlaşdıracağıq, nədir, nə deyil və buna 3 gün vaxt ayırıblar bir aktyor üçün. Filmdə hardasa bir 70 personaj, 70 xarakter var. Yəni küllü bir iş gedir. Zaten film kollektiv bir iş ortamı olduğu üçün çox güman ki bizdə alınmır. Bizdə kollektiv idmanlar biraz alınmır. Bizdə kollektiv sürətə, inkişafda alınmır. Biz daha çox individuala Komanda yönəlirik. oyunçusu deyilik. Biz komanda oyunçusu deyilik, heç vaxt da olmamışıq və düşünürəm ki, bundan sonra bəlkə olarıq, amma yəqin ki, bunun üçün də vaxt lazımdır. Çünki biz məsələn sizinlə deyəndə ki, bir 25, 30, 40, 45, 50 yaşımız var. Bu çox böyük bir il kimi ortaya çıxır ki, hə bu 35 il, 40 il, 45 il, 50 il həyat sürüb. Amma biz dövlət olaraq bizim 35 yaşımız var. Bu dövlət üçün çox böyük bir rəqəm Çox deyil. gənc. Çox gəncik. Ona görə inşallah ki, bu kollektiv ruhu aşılanar bizə. Çox ümid eləyirəm ki, aşılanar. Ümid eləyirəm. İnanmıram, amma ümid eləyirəm. Məncə öz sözümüzü, öz məsləhətlərimizi belə deyim, sətirlər arası ötürə bilsək, məncə Bəzən ötürmək lazım deyil, bəzən sözlərimizi soxmaq lazımdır. Bəzən ötürmək kömək eləmir. öyrənməliyəm. Bu çox qəşəng məsləhət idi. Gəlin setdə olan geyimlərdən biraz da danışaq. Elə bir təcrübəniz olubmu ki, hansısa obraz sizin üçün ərsəyə gəlib və siz onu bəyənməmisiniz? Bu geyim olaraqdır, yoxsa xarakter olaraq? Geyim olaraq. Bilirsiniz necə, setdə hər kəs öz işi ilə məşğul olmalıdır. Setdə hər kəs öz işi ilə məşğul olmalıdır. Çünki o obrazı ərsəyə gətirən quruluşçu rəssam, quruluşçu operator, hətta o filmi rəngləyəcək kolorist, təbii ki, setin Allahı olan rejissor, onlar artıq məsləhətləşiblər və bu onların işidir. Mənim işim o geyimin içində olan xarakteri ortaya çıxarmaqdır və onların işlərinin bir hissəsi elə o geyimdən də keçir. Ona görə mən başımı, necə deyim, öz bacardığım işə soxuram. O mənim bacardığım iş deyil və mən ona cavabdeh deyiləm. Bu onların seçimidir. Yəni geyim rəssamı var, hansı ki bir illərin təcrübəsidir, illərin təhsilidir, hansı ki dövrü bilir, hansı ki xarakteri başa düşür və tamamilə ona görə kollektivdir ki, siz bir-birinizə güvənirsiniz, hamı bir-birinə orada güvənməlidir. Və rahatlıqla nəyi seçirlərsə, mən maksimum deyə bilərəm ki, bu bir qədər narahatdır, o narahatlığı aradan çıxarda bilər, götürə bilərlər, ayaqqabı sıxır və yaxud nə, bu kimi problemi ki, çox kiçik problemlərdir, yəni bunun rənglə, stillə, obrazla heç bir dəxli yoxdur. Onlar necə ki, mənim ortaya çıxartdığım xarakterə müdaxilə edə bilməzlər, mən də onların işinə müdaxilə etməyə haqqım yoxdur. Biz personajın xarakterini rejissorla danışırıq, nədir, necədir, gecə saat 3-də də olsa, 4-də də olsa, səhərə yaxın da olsa ki, mən bunu çözə bilməmişəm, bunu bilmirəm necə oynayım. Hələ ki, ağlımda bir şey yoxdur. Və bunun müqabilində təşəkkür alıram ki, nə yaxşı ki, gecə saat 4-də sən mənim filmimi düşünürsən. Bizdə amma biraz fərqlidir. Bizdə deyirlər ki, səhər yoxdur, səhər danışardıq bu barədə. Və elə anlarda mən bizdəki filmlərdən imtina edirəm. Çünki filmin rejissoru öz filmini gecə saat 4-də düşünmürsə, mən niyə onun filmini düşünməliyəm ki? Bu mənə maraqlı deyil. Buradan bir sual gəldi mənə. Sizə film təklifi olunanda, siz əsasən o zaman nəyə baxırsınız? Ssenari, xarakter və xarakterin yükü. Yəni, sırf mənim vizualıma görə məni filmdə istifadə edirlərsə, bu həddindən artıq çox böyük qonorar səslənə bilər. Bunu bəzən edirsən ki, yox cavab alasan, çünki yox demək istəmirsən və deyirsən ki, elə bir qonorar deyirsən ki, sənə yox desinlər.
Hə, bəzən yox olmur və sadəcə olaraq ən azından çox pis filmdə vizualına görə çəkilirsən, amma başını balışa qoyanda da bilirsən ki, hə, okey. Mən buna görə həddindən artıq çox böyük məbləğ almışam. Necəsə özünü sakitləşdirməyə çalışırsan. Necə ki, içindəki o balaca uşağı deyirsən ki, hə, okey. Belə situasiyalarda olur. Kimsə deyirsə olmur, mən özümü sənət yolunda nə bilim fəda eləmişəm, yalan deyir. Bu açıq söhbətiniz üçün çox Mənim təşəkkür edirəm. karyeramda o qədər pis filmlər olub ki. Hansı ki pis film, çox pis filmlər, hansı ki yaxşı pul qazandırıblar. Bəs hal-hazırda xaricdə əsasən filmlərdən sonra press turlarda ə, əsas rolları oynayan aktyorların və aktrisaların imidji gözə çarpan şəkildə göstərilir və filmin davamı gəlir sanki press turda. Bizdə nədən belə olmur sizcə? Bizdə bir ortaya film çıxsın ki, sonra onun davamı gəlsin. Bizdə ilk olaraq film olmalıdır ki, sonra o press turlar olsun. Məsələn, bu günləri, yenə də bugün, yəni mən sizə göstərə də bilərəm, bu detal kimi göstərə də bilərsiniz. Ayın tarixini demirəm, ayın tarixi gizlidir, yəni buna görə mən cərimə ödəməyim. Allah olmaq çətindir filminin premyerası olacaq. İndidən press tur üçün 4 gün vaxt istəyiblər ki, məndən, mən gedim oradakı hansı geyimlər giyiniləcəyinə də onları müzakirə edək. Çox maraqlıdır. Necə? Həddindən artıq başqa futuristik fantastikadır. Bilmirəm hansı geyimlər olacaq, özümə də maraqlıdır. Amma çox böyük aktyor heyəti var. Sergey Bezrukov, Fyodor Bondarchuk, Rovşana Kurkova, Jennifer Connelly. Hamı oradadır. Hamı oradadır və görək, maraqlı bir iş gözləyirik. Çünki ilk dəfə ola bilər ki, hətta öz xarakterimə də baxım. Çünki çox maraqlı bir filosofu canlandırmışam. Filosof da ola bilər, fəlsəfəçi də ola bilər. Bunlar ayrı-ayrı şeylərdir. Baxaq, gözləyib biraz səbir eləmək lazımdır. Özümə də maraqlıdır. Mən də çox həyəcanlandım. Press turu görmək üçün də çox həyəcanlıyam. Stilist olduğum üçün təbii ki. Görək. Məncə Baxaq. gözəl bir şey alınacaq. İnşallah. Elə bir kas sadaladınız ki. İnşallah, inşallah. Kamran bəy, bəzi intervyularınızda homoseksuallıq barəsində sərt fikirlər bildirmisiniz. Bəs sizə belə bir rol təklifi gəlsəydi, onu qəbul edərdinizmi? Görün, ölkəni düşmən edə bilirsiniz mənə. Mənə elə gəlir ki, bu tək aktyor üçün keçərli deyil. Bütün peşə sahibləri üçün keçərlidir. Hətta adi Facebookda status yazan biri üçün də keçərlidir. Buna mənim övladlarım baxıb nə deyər? Çox önəmli bir sualdır. İlk olaraq insan özünə versə yaxşı olar. Çünki bu günləri təəssüflər olsun ki, elə insanları gözə soxaraq yaxşı insan deyirlər ki. Və bizim vaxtlarımızda elə dediyiniz Sovetskidə adi norma qəbul olunan şeyləri indi bizə yaxşılıq kimi sırmağa çalışırlar. Bu bizim həyatımızda norma idi. Bunu niyə bizə yaxşılıq kimi sırırsınız ki? Bu normalar çox təəssüflər olsun ki, yaxşılığa çevrilib. Yox, oynamaram. Çünki bilirsiniz necədir? Biraz məşhurluğun götürdüyü məsuliyyət də olmalıdır. Çünki məsələn, mənim ən pis vərdişlərimdən biri siqaret çəkməkdir. Mən siqaret çəkirəm və tərk etməyi də düşünmürəm. Və bu barədə həmişə demişəm. Və mən bilirəm ki, mənim izləyicilərim arasında mənə baxıb, hansı xarakter, hansı personaja baxıb siqaret çəkməyə başlayanlar var. Bir qədər hətta bu barədə düşünmüşəm də, amma okeydə, yəni mən siqaret çəkməyi sevən adamam. Amma eynən bu siqaret olmaya da bilər. Bu başqa vərdişlər də ola bilər. Hansı ki, heç bir pis vərdişin digərləri yoxdur. Çox şükür ki, yoxdur. Və siz dediyiniz oynayacağım xarakterdə kimin üçünsə çox rahat görünə bilər ki, çünki insanlar çox təəssüflər olsun ki, bəyəndiyi obrazlara bəzən bir asıllıq yaranır ki, o elədirsə mən niyə eləməyim? İnsanlar bəzən xarakteri, obrazı həyatla rahat çaşdıra bilərlər. Ona görə yox. Siz insanlara o roldan təsir etmək istəmirsiniz. Mənim olsa təsir edəcəyim çox pis bir şey var da mən siqaret çəkirəm. Elə bununla da qalsın, bununla da. Yəni bunu ən azından özümdə daşıya bilirəm. Başqa şeyləri özümdə daşımaq istəmirəm. Kamran bəy, çox populyar podkastın müəllifisiz. Bu podkast necə yarandı? Bu podkast necə yarandı? Bu podkastı bizim Baku TV-nin qurucularından olan Orxan bəy, direktorumuz Ramin bəy bir gün çağırdılar ki, gəl belə bir şey edək. Bundan öncə məndə Ağ-Qara var idi. Sadəcə olaraq mən o səhifəni bağlamışdım, bitmişdi.
Qapqara necədir? Dillər yaxşı. Hətta ikinci, üçüncü verilişdən sonra baxışlar o qədər aşağı idi ki, dedim ki, yəni bu məsuliyyəti boynuma götürmək istəmirəm və siz də buna görə mənə müəyyən vəsait ödəyirsiniz. Bu zaten baxılmır. Niyə bunu edirsiniz? Ramin bəy, burada ona təşəkkürümü bildirirəm. Dedi ki, deməli nəsə problem var, gəl o problemləri aradan qaldıraq. Nə idi problem? Mən dinləməyi bacarmamışam. Problemlərdən biri bu idi. İkincisi, bəzən bilirsiniz necədir, orada insan özünə xəyanət eləyəndə heç bir şey alınmır. Mən cəmiyyətin eşitmək istədiyi sualları verirdim, amma mənim eşitmək istədiyim suallar başqa idi. Mən ümumiyyətlə 2 podkastdan sonra hər şeyi qoydum qırağa. Mən nə eşitmək istəyirəmsə, mən bir vasitə olaraq onların cavabını özümdən keçirdib cəmiyyətə ötürdüm. Hə, maraqlıdırsa baxın, maraqlı deyilsə, müəyyən situasiyalarda bu güzgüyə çevrilir. Özünüzü görmək istəmirsinizsə baxmayın. Yəni bu qədər. Mən onsuz da izləyiciden asılı olmaq istəmirəm. Mən Allahdan başqa heç kimdən asılı olmaq istəmirəm. Allahdan asıllığım ömür boyu qoy davam eləsin, amma mən insandan asılı olmaq istəmirəm. Heç bir halda. Belə yaranıb qapqarı. Asılılıqdan söhbət getmişkən, xalq artisti və əməkdar artist barəsində demişdiniz ki, ölkənin kəbinli arvadı olmaq istəmirəm. Bəs sizə belə təklif gəlsə, onu geri çevirəcəksiniz? Biz necə müəyyən xalq artistləri var ki, yəni xalq arasında gəzən belə şəhər mifləri var. Çox maraqlı olur. Deyirdilər ki, məsələn, filan kəsə əməkdar artist verirdilər. Deyir ki, verirdilər. O niyə götürdü? Bu barədə düşünməmişəm. Dur burada demək olar, bəy verən atın dişinə baxmırlar falan, nə bilim nə. Amma ki, valla bu barədə düşünməmişəm. Bilmirəm o situasiyada özümü necə apararam. Amma ki, yəni bu, bilirsiniz necədir? Müəyyən tədbirlər, yəni ki, sən bunlarda iştirak etməlisən, amma mənim buna doğrudan da vaxtım yoxdur. Vaxtınız yoxsa istəyiniz? İstəyim də yoxdur, vaxtım da yoxdur. Mən çıxıb, valla müəyyən bir kütlənin qarşısında şeir demək istəmirəm. Yoxsa mən oraya niyə çağırsınlar? Mən orada gəlməm, səhnəcə oynayacağım azı. Yoxsa mən oraya niyə çağırmadılar ki? Həm maksimum aparıcı kimi çağırsalar, okey, qanararıma danışıb gedərəm. Amma ki, mən orada çıxıb şeir, yox, deməyəcəm. Mən çıxıb orada səhnəciyi göstərməyə, mən teatr aktyoru deyiləm. Bunun peşəkarları var, hansı ki, çox bunu möhtəşəm bacarırlar. Yəni, mən bunu bacarmıram, söhbət bundan gedir. Qoy xaricdəki filmlərin, xaricdəki setlərin kəbinli arvadı olum, heç nə olmaz. Çünki mən kino setində xoşbəxt oluram. Təbii ki, dövlətimin istənilən çəkilən filmində canla başdan iştirak eləyərəm. Film üçün bacardığım şeydir. Bilirəm ki, bacaram. Sevə-sevə. Bacarmadığım şeyə görə məni niyə çağırsınlar? Amma ki, əməkdar xalq artisti bu barədə düşünmək də istəmirəm. Heç mənə maraqlı deyil. Gül kimi anamın qoyduğu ad məni xoşbəxt eləyir. Yəni, o adla məni tanısınlar. Onsuz da anamın, məsələn, son vəsiyyətlərindən biri, məsələn, ən önəmli vəsiyyətdir ki, adını qoru. Məncə, çox önəmli məsləhətdir. Adımı qorumaqla məşğulam. Bilmirəm nə qədər alınır, amma ki, inşallah anamın üzünə baxa bilərəm. Dövlət kino üçün müəyyən bir büdcə ayırır. Amma Azərbaycan kinosu bir o qədər də irəli gedə bilmir, xarici bazara çıxa bilmir sanki. Bu barədə nə düşünürsünüz? Yox, bizim xaricdə həddindən artıq A kateqoriyalı festivallarda iştirak edən filmlərimiz var. Bizim Elvin Adgözəlimiz var, Teymur Hacıyevimiz var, Rüfət Həsənov var, hansı ki, Lokarno, Kan, Sarayeva kimi festivallarda əsas mükafatları qazanıblar. Yəni, bu büdcə işi də deyil. Dövlət büdcə ayırır, bu büdcə işi də deyil. Yəni, biz necə hekayə, dünyaya satılacaq hekayəmiz varmı? O hekayəni tapmaq lazımdır. Ki, dünyaya hekayə satmaq lazımdır və bu heç də büdcələrə söykənmir. Sadəcə olaraq sırf insan hekayəsi, sonuncu bu il yox. Keçən ilin Oscarında müəyyən bir mövzu var idi ki, iki dost arasında biri qayıdıb deyir ki, mən sənin artıq dost olmaq istəmirəm, sənin dostluğun məni sıxır. Biz çox böyük hekayə axtarırıq, amma çox maraqlı və kiçik hekayələr var ki, dünya kinosunda insanlara toxunur. Biz necə çox böyük hekayələrin dalınca qaçırıq. Kamran bəy, Azər axşam söyləmişdi ki, teatr bizə qapılarını açmır, biz qapıları döyürük. Sizdə də belə bir hal olubmu?
üzləşmisinizmi? Nəyə görə son zamanlar yerli seriallarda, filmlərdə sizi daha az görürük? Mən sizə bir cümlə ilə olar bu sualı bağlayaq. Ola bilər ki, bu sizin xronometraja təsir edə bilər. Yəni xronometrajınız çox az ola bilər podkastın. Amma ki mənə görə bu sualın cəmi bir cavabı var və bir cümləlik cavabdır. Mən Allahdan başqa heç kimin qapısını döymək istəmirəm. Kəmran bəy, gəlin dəbə geri dönüş edək. Stilini bəyəndiyiniz aktyorlar varmı? Hansılardır? Biz necədir? Mən aktyoru bəyənirəmsə, yəni mən onun stilinə, dəbinə falan ona görə bəyənmirəm. Sırf aktyorluğuna görə, daxili konflikti, xarici konflikti göstərdiyinə görə bəyənirəm. Kimdənsə oturub baxıb deyirəm ki, hə bu maraqlı idi. Ola bilər mən bunu düşünmürəm, amma şuur altında qala bilər. Şuur altında qala bilər. Kimləri ola bilər? Yəni mən əsasən sadə, amma maraqlı rəngləri istifadə edən aktyorları sevirəm. Tom Hardy, Javier Bardem. Sonra kimləri deyim sizə? Javier Bardem də axır vaxtlar çox kostyum geyinir. Mən isə kostyumu heç sevmirəm. Vallahi mənim öz seçdiyim rənglər özümə daha yaxındır. Mən də aktyoram. Mən də rəng diktə eləyə bilərəm. Ona görə yox elə özüm. Amma sevdiyim hal-hazırdakı aktyor Tom Hardy'dir. O da stilinə görə deyil, özünə görədir. Dəbə görə bir zəhmət aktyor sevməyək. Geyim xarakterin üzərində maraqlı görsənir. Ola bilər bu bəzilərinin xoşuna gəlməyəcək. Bu aktyor da ola bilər, bu istənilən peşə sahibi ola bilər. O geyimi ilk olaraq daşımağı bacarmalısan və xarakterin olmalıdır. Xarakterin yoxdursa orada Birkinlər, Labutinlər kömək eləmir. Bəlkə də elə Birkin və Labutinlər üçün o növbələrə dayananların xarakter problemi var. Yəni daxili görünüşlə Çünki mən zahiri görünüşün mən istəmirəm aləmdir. ki, Birkin və Labutin məni seçsin. Məsəlçilik ümumi kişilərdə, yəni çox azdır da, yəni İtalyanlara falan baxırıq, necə türklərdə də çoxdur. İndi lap belə demirəm də başqa ölkələri, ən çox bildiyimiz, gördüyümüz türklər, İtalyanlarda kişilərdə çox fikir verirlər də stillərinə, yerinə. Bizdə ümumiyyətlə azdır. Həm qadınlar sevir bizdə ki, fikir versinlər. Kişilərdə azdır deyə. Yəni, Qadınlar sevir, qadınların zövqü yoxdur. hamınız aid edirsiniz bunu Kəmran bəy. 80%. Ümumiyyətlə mən düşünmürəm ki, biz o qədər zövqlü millətik. Yəni buradan bura biz sərhədi keçsək, məsələn Tbilisi. Yəni bir dənə street style'a baxsaq, yəni bəs eləyir ki, demək nə qədər onlar bizdən daha çox zövqlüdülər. Hansı ki, baza rənglərinin üstündə çox mükəmməl xarakter və obraz yarada bilirlər. Sağ bu dəvət eləmişdi, amma bir yandan məsələn heyfsləndim ki, getmədim sonuncu Fashion Week-ə, amma orada olan obrazları görəndən sonra gələn qonaqları sevindim ki, gəlməmişəm. Okey də siz gəlməyin, o gəlməsin olduğunda. Yox, mən sadəcə sırf yəni çəkilişlə bağlı, yəni belə alındı. Amma ki, biz necə obraz, xarakter meymunluq eləmək deyil. Tərxəli eləmək deyil. Yəni daşıya bilmirsənsə, tamam daşıma, amma tərxəli eləmək məcburiyyətində deyilsən. Bəziləri həddindən artıq çox tərxəli eləyirdilər. Və bunu moda altında, dəb adı altında gizlətmək istəyirlər. Amma biz necədir, mümkün deyil. Xarakterin yoxdursa gizlədə bilmirsən. Bir organizator olaraq bu bizi çox düşündürür. Necə elə bu insanlar başa düşsün ki, ora necə geyinmək lazımdır? Məncə dress code. Məncə bir dress code müəyyənləşdirmək lazımdır. Ki maksimum bu 3 rəngdən istifadə edə bilərsiniz. Maksimum bu 4 rəngdən istifadə edə bilərsiniz. Kəmran bəy, tabu olan mövzulardan danışaq. Biraz gənclər üçün maarifləndirici mövzudur mənə görə. Bir tanınmış bloger var, adını çəkmək istəmirəm. Öz səhifəsindən gənclərə maarifləndirici kontent çəkir, məsləhətlər verir, xaricdə necə yaşamaq olar, oxumaq olar, necə uğur qazanmaq olar. Amma Azərbaycanda xanımın kontenti daha çox tənqidlə qarşılaşır. Bəli. Səbəb? Bizdə fikirləşirlər ki, Chanel və yaxud başqa bir lüks markalar daşıyan insan başqalarına məsləhət verə bilməz. Siz nə fikirləşirsiniz bu barədə? Məsələn, mənim də müəyyən kontentimdə əvvəla xanım olduğu üçün yenə Sovetski mərhələsinə qayıdaq, biz xanımların arxasınca danışmırıq. Ona görə bunu qoyuruq qırağa. Amma sırf hamının adından nəyi demək istəyərəm?
Biz necə mənim də kontentimdə müəyyən məsləhət verdiyim mövzular var. Və elə buradan sizin podkastın vasitəsilə insanlara bir müraciət edeyim ki, bəzən bu qıcıqlandırır, başa düşürəm. Mənim kameramansı bu. Əgər mən sizə məsləhət edirəmsə nə isə, bu o demək deyil ki, mən sizdən çox bilirəm. Bu o deməkdir ki, mən sizdən çox səhv eləmişəm. Söhbət bundan gedir. Əminəm ki, cəmiyyət də bunu normal qarşılayar. Belə bir açıqlamada bulundum. Çox sağ olun, sizin vasitənizlə oldu. Vallah ki, bu o demək deyil ki, mən sizdən çox bilirəm. Amma mən sizdən çox səhv eləmişəm. Ona görə də müəyyən şeyləri məsləhət edə bilərəm. Kamran bəy, podkastın sonuna gəlirik və məsləhət mövzusuna toxunmuşkən, podkastı sizin məsləhətinizlə bağlamaq istəyirəm. Mən Gənclərə kimə olan məsləhət verirəm? hansı bir məsləhətiniz var? Bu məsləhət deyil, bu bilirsiniz nədir? Təsəvvür edin ki, 100 ildən sonra, bu neçənci ildir, 2026, 2126-da hal-hazırda bu podkastın ərçiyə gəlməsində neçə insan iştirak edir. İndi səhnə arxasını görmürlər də, kamera arxasını görmürlər. Nə onlar olacaq, nə biz. Heç kim olmayacaq. Bizim evimizdə başqa adamlar yaşayacaq, bizim avtomobilimizi, yəqin raritet olacaq, mücəydə falan olar. Bizim geyimlərimiz, şalvar, bunlar heç biri olmayacaq. Ona görə boş verin, bütün bunları yaşamaq lazımdır. Hər günün, hər anın dadını çıxarın. Məsləhət deyil, sadəcə olaraq. Həyatı həyat edən bir cümlə. Başqa heç nə. Yoxsa mənim başım üçün deyil ki, məsləhət vermək. Kamran bəy, çox xoş oldu sizinlə həmsöhbət olmaq. Qarşılıqlı. Çox təşəkkür edirəm Mən bir daha təşəkkür gəldiyiniz üçün. Və budur, podkastın sonuna gəldik. Gələn podkastlarda görüşənədək.